Salam əzizləyicilər, hər birinizi xoş gördük. Zahirin efirində verilişinin qonağı uzun illər təhsil sahəsində əməyi olan Xosrov müəllimlə bugün verilişimizin ikinci hissəsini çəkirik. Xoş gördük sizi. Özünüzü təqdim edərdiniz izləyicilərimizə. Xosrov Musayev, Bərdə Dövlət İdarəetmə və Texnoloji Kollecinin direktoru, Aqrar Elmlər üzrə fəlsəfə doktoru. Xosrov müəllim, uzun illərdir ki, öz sahənizdə xidmət göstərirsiniz. Bəli. Mənim də verilişimin məqsədi dövlət başçımızın, ümumi liderimizin ölkəmizdə gördüyü işlərlə bağlıdır. Ümumi liderimiz hakimiyyətə gəlməsəydi, Azərbaycan xalqından belə söz gedə bilməzdir. Və ümumi liderimiz hakimiyyətə gəldi, Azərbaycan xalqını bir yerə yığdı, ona sahib çıxdı. Bugün isə cənab prezidentimiz ümumi liderimizin verdiyi tapşırıqları layiqincə icra edir. Bu barədə istərdim ki, sizin də fikirlərinizi öyrənək. Təşəkkür edirəm belə bir dəyərli verilişə məni dəvət etdiyinizə görə. Tarixi dövr göstərir ki, hər insan ölkənin inkişafında, onun dünyada tanınmasında güclü siyasi liderin olması əsas amildir. Ağıllı, cəsarətli, qətiyyətli və ölkənin iqtisadi potensialını bilən hər bir ölkənin belə bir siyasi liderə ehtiyacı var. Və o cümlədən Azərbaycan da xoşbəxt xalqlardan biridir ki, onun belə bir siyasi lideri var. Və bu siyasi lider Azərbaycanın 1969-cu ildə hakimiyyətə gəldikdə, Mərkəz Komitənin birinci katibi təyin olunduqda, Azərbaycan geridə qalmış, aqrar bir ölkə idi. Heç bir yerdə demək olar ki, axırdan ya birinci idi, ya ikinci yerlərdə idi. Və belə bir geridə qalmış respublikanı inkişaf etdirərək gətirib birincilər, liderlər sırasına çıxartdı. Əlbəttə, burada nəyin hesabını oldu? Bu, Ulunder Heydər Əliyevin dövlətçilikdə böyük təcrübəsi olan və ilk dəfə olaraq Azərbaycanda pambıq istehsalının sənaye üsulları tətbiqi və çox böyük uğurlar oldu və nəticədə Azərbaycanda o çiğ kərpiçdə olan evlər hamısı daşla əvəz olundu. Hamının avtomobili demək olar ki, hətta avtomobillə gedirdi sahəni sulamağa. Yəni Azərbaycan belə bir inkişafa səbəb oldu və bu 15 respublikanın içərisində ən böyük əmək haqqı, orta əmək haqqının göstəricisine görə, inkişaf etməsinə görə Pribaltik ölkələri o vaxtı onun səviyyəsinə qədər qaldırdı. Əlbəttə, sonraki devirlərdə, hansı ki Azərbaycan Ulunder Heydər Əliyev bilirsiniz, heç kimə qismət olmayıb ki, Türk dili xalqlarından o səviyyə, o vəzifəyə təyin olunsun. SSR Nazirlər Kabinetinin birinci müavini və 18 dənə sahəni kuras edən bir adam. BAM-ın tikilisində rəhbəri edən bir şəxsiyyət oldu və dünyada tanındı. Və əlbəttə onun bu fəaliyyəti